Ukrayna dronları dərin hədəfləri məhv etmək baxımından qərb analıqlarından xeyli üstündür. Çünki onların istehsalçıları döyüş meydanı ilə birbaşa əlaqədədir. Bu barədə 14-cü pilotsuz uçuş aparatı alayının həm təsisçisi və zabiti, çağırış siqnalı fidel olan hərbiçi Ukraynskaya Pravda nəşrinə müsahibəsində danışıb. Hər şey uçan ot biçənlərlə başladı. İndi isə biz modifikasiya olunmuş ot biçənlərlə işləyirik. Görünür ki, texnologiya dramatik şəkildə dəyişməyib, amma artıq vəziyyət dəyişir. Keyfiyyət kəmiyyətin hesabına artır. Dövlət bu sahəyə böyük resurslar, kəşfiyyat və enerji yönəldir. İnkişaf üçün imkanlar yaradır. Bu səbəbdən sistemlərimizdə ciddi irəliləyişlər müşahidə edirik, o vurğulayıb. Hərbiçinin sözlərinə görə pilotsuz sistemlərin inkişafında texniki dəstək, tədqiqat və istehsal prosesi olmadan uğur qazanmaq mümkün deyil. Müdafiəçilər ilk sınaqlardan sonra başa düşdülər ki, hər məhsulu əvvəlcə hissələrə ayırmaq, hər detalın necə və harada işlədiyini öyrənmək, hansı dəyişikliklərin lazım olduğunu müəyyən etmək lazımdır. Hazırda qarşılaşdığımız əsas problemlərdən biri döyüş meydanından istehsalçıya dəyişikliklərin mümkün qədər sürətli çatdırılmasıdır. Bizim dronlarımız qərb analıqlarından daha yaxşıdır. Əgər dərin məhv etmədən danışırıqsa, bu 100% belədir. Çünki istehsalçılar döyüş meydanı ilə birbaşa əlaqədədir. Onlar hər əməliyyata qatılmasalar da operativ və keyfiyyətli rəy alırlar. Yalnız bu yanaşma işləyir, deyə Fidel qeyd edib. 14-cü ayrı pilotsuz uçuş aparatı alayının 1-ci batalyonunun komandiri, çağırış siqnalı Kasper olan zabit də onun fikirlərini təsdiqləyib. Hərbiçinin sözlərinə görə hazırda alay PUA-ların 80-90%-ni Ukrayna istehsalı olan dronlardan ibarət istifadə edir. Yalnız 10%-ni xarici mənşəlidir. Amma dronlardan istifadə edilməyə başlayan ilk dövrlərdə bu nisbət əksinə idi. Xarici vasitələr indi Toyota səviyyəsindədir. Ukrayna dronları isə artıq Mercedesdir. Bizim dronlar başdan ayağa daha üstündür. Bu uğurun səbəbi odur ki, biz istehsalçılarla daimi əlaqədəyik, daimi modernizasiya edirik və bizim istehsalçılar həqiqətən əladır, həmişə dinləyirlər. Onlarla birbaşa əlaqəm var. Dərhal bildirirəm ki, nə düz gəlmir. Belə bir problem baş verdi, dərhal düzəltmək lazımdır. Və istehsalçılarımız çox çevikdirlər, məsələyə dərhal girişirlər. Növbəti partiya artıq təkmilləşdirilmiş şəkildə gəlir, deyə Kasper vurğulayıb. Bu əlavə edib ki, hazırda Ukrayna müdafiəçiləri üçün istənilən düşmən obyektini vurmaq problem deyil. Təkcə dronlar modernizə edilmiş halda döyüş meydanına çatmır. Eyni zamanda bunu peşəkar şəkildə hesablayıb idarə edə bilən, xüsusi təlim keçmiş və təcrübəli mütəxəssislər də var. Tam təmin olunmamışıq, amma istehsalçılar güclərini artırırlar və düşünürəm ki, ilin sonuna qədər tam təminata nail olacağıq. Düşmən müqavimət göstərir deyə Kasper yekunlaşdırıb.